oldu. Elə belə təkcə qulaq asmaq yox, həm də sual verin. Çünki yəqin kimlər Başımıza gələn hadisələr olmuşdur. Danışın. Mən də hər birinizi salamlayıram. Xoş istirahət günü sizə arzulayıram. Mən sizə bu ərazilərdə ümumiyyətcə yayılmış yırtıcı məməlilər və onların törətdiyi fəsadlar barədə məlumat vermək istəyirəm. Bu yırtıcı məməlilərdən əlbəttə ki, hər biriniz bilirsiniz ki, ən zərər verici olanları ayıdır, çaqqaldır, tülküdür, hətta toyuq cücəyə meyil salan gəlincikdir. Məsələn, bəlkə də görmüsünüz, başınıza gəlib. Təsvirlər nətərdir görsünüz? Bu kletlərdə orada var. Ağır süveyləqlərdə. Bilirik, hasta deyirlər belə. Bəli, o bukletlərdə, sizin olan bukletlərdə o heyvanı arasında ətraflı bir məlumatlar var. Bunlardan da kollecə burada var. Onu baxarsınız. Ümumiyyətcə, bu yırtıcı heyvan dedikdə, yəni ki, bu heyvanların heç biri insanı yem olaraq, şikar olaraq əlbəttə ki, görmür. Və insan, yəqin ki, sosial şəbəkələrdən də özünüz izləyirsiniz, qarşınıza çıxır xəbərlərdən ki, bəzən olur ki, ayı insana hücum edir, canavar insana hücum edir və yaxud tülkü, çaqqal. Durduq yerdə heç bir heyvan insana hücum etmir. Əsas hücum etmək səbəbləri nə ola bilər? Bu heyvan ya başlıca olaraq buzluq daşıyıcısı ola bilər, yəni quduz heyvan ola bilər bu. Və yaxud siz təsadüfən o heyvanın yuva ərazisinə daxil olmuşsunuz bilmədən və əlbəttə ki, heyvan öz yuvasını qorumaq üçün insana hücum edir və yaxud da onun yanında balası olub, o heyvan çoxalma dövrlərindədir ki, bu yaz aylarında daha çox təsadüf edir. O heyvanlar, məsələn, qışlamaya gedirlər, məsələn, ayılar qışlamaya gedir və o ərəfədə əlbəttə ki, onlar qida toplamalıdır ki, qışlamaya getsin və ac olduqları üçün insanlara hücum edə bilər. Ola bilsin ki, hava şəraiti isti keçir, yaxud məsələn qışlamada olan ayı nəyə görə qışlamadan oyana bilər? Qidası çatışmır, havalar isti keçir və əlbəttə ki, o qış ərzində ayılır, gəlir özünə yem axtarmağa. Qışda da elə çox yem tapa bilmir deyə insan olan yerlərə o üz tutur və gəlir insan olan yerlərdə, yəni insana da hücum edə bilir. O dediyimiz yırtıcılarda ayı bizə arıçılıqla məşğuldur. Çünki arıçılıqla çox insanlar məşğuldur, amma sahədə saxlayır o da, arında həyət yanında yox, qıraqda sahədə. Amma ayı hücumuna, neçə ildir, hər il ayı gəlir arıları dağıdır. Özü də elə gəlib götürür ki, deyirsən ki, buna insan girib da, imenlik. Amma xanımın dediyi kimi, bizdə ona o tok deyirlər də, elektrik, akkumulyatorla bir qurğu var, ondan qururuq və yaxud o güclü projektorlar, işıqlar ki var, o gecə özü-özündən qoşulur da, sensor işıqlar. Onlardan istifadə edir, o biraz qoruyur. Bir də bizim problem odur ki, kətdə, məsələn, it görsə çoxalır. Sizin qeyd elədiyiniz kimi ona biz dəyə bilmirik. Bura bilməsən, öldürə bilməsən, amma bu da uşaqlar məktəbə gedir, məsələn, qadınlar işə gedir, bunlar üçün təhlükədir. Bir də görsən itdir, o düşür birinin dalıcan gedir. Heç tutmayacaq, amma elə qorxu yaradır ki. Yəni, onu mən deməkdə məqsədim odur ki, bəs o elə şeyləri sizdə biraz işıqlandırın deyir ki, yəni bunlar da təhlükədir. Bəs onlar da bir əncam çəksinlər də. Yəni, bu baxımdan. O problem hər yerdə var. Problemlər Bakıda da belə var. Yəni, hər yerdə var. Məsələn, şəhərin özündə var problem. Mütəmadi olaraq bir də görürsünüz ki, hansı it sürüsü bu yerdədir, sonra yer dəyişmə edirlər, başqa yerdədir. Sadəcə, yəni o it sürüsü ilə qarşılaşanda düzdür, onlarda da aqressiv itlər olur və durduq yerdə insana da hücum edə bilər. Çalışasınız ki, yenə də, yəni ya möhkəm qışqırmaq, ya da əyilirsiniz ki, ya daş götürürsünüz, yəni ki, ya daş atmaq lazımdır, amma onu da ehtiyatla atmaq lazımdır ki, o it sizə hücum etməmiş, ya da əyilib durub, yəni siz əyildikcə o heyvan belə dayanacaq. Divarın çox dibi ilə gedin demirəm, amma maksimum dərəcədə kimisə köməyə çağırmaq olar ki, yəni ən azından o səsə onlar belə qışqıra bilər. Və yenə də itlə üz aşağı belə uzansanız, başınızı, boynunuzu tutsanız ki, o it ən azından baş hissəsinə dəyməsin. Canavarlarda bu qəti sürətdə yerə uzanma olmaz. O canavar mənim problemin başqa tərəfini demək istəyir. İtlərin problem var. Təəssüf ki, biz qeyri-hökumət təşkilatıyıq. Belə itlərin yığışdırılması ilə ona qarşı bir tədbir icra edən orqan deyilik. Amma dövlətin
İstəyir kənddə, istəyir şəhərdə dediyiniz problemlə bağlı xüsusi qurumlar var. Onları zərərsizləşdirməklə məşğul olurlar. Hətta axtarlayırlar da. Mən demirəm, bir tüfənglə vurub qırıb aparıb şey. Axtarlayırlar. Onları yuxulaşdırıcı, keyləşdirici iynələrlə vurub, yığıb, cəmləyib, aparıb hardasa bir təşkilat var, o təhvil edirlər. Yəni onunla məşğul olan o əhalini, hardakı belə hallar olur, o yerli əhalini o itlərdən qorunmaq üçün itləri oradan uzaqlaşdırmaq lazımdır. Amma rastlaşsan, hələ ki uzaqlaşdırmayıblar, itlər var kənddə və ya şəhərdə, Leyla xanım deyən kimi qəfildən olsa belə hal, onları qıcıqlandırmamaq üçün deyil hansı üsullar var. Amma qaldı ki, siz dediniz ki, problemin kökündən həll edilmək. Onları o kənddən yığışdırıb aparmaq olmasın deyə. Xüsusi dövlət qurumları var. İndi yəqin sizin də bu icra hakimiyyətinin nəzdində hardasa belə bir qurum var ya yoxdursa, hər halda onların vəzifəsidir. Bu vaxt ərzində sizə dəyərli məlumatlar verim. Hal-hazırda Şamaxı ərazisindəyik. Çox zəngin bir təbiəti olan ərazi bölgələrimіздəndir. Mən sizə zəhərli heyvanlar, təbiətdə rast gələ biləcəyiniz zəhərli heyvanlar haqqında məlumat vermək istəyirəm. Bunlar birinci növbədə zəhərli ilanlardır, əqrəblərdir və arılardır. Əvvəlcə ilanlardan başlamaq istəyirəm. Məsələn, Şamaxı ərazisində siz çoxlu sayda ilan növü ilə rastlaşa bilərsiniz. Amma bu o demək deyil ki, onların hamısı zəhərlidir. Məhz Şamaxı ərazisində 2 zəhərli ilan növünə rast gələ bilərsiniz. Onlardan biri hamınızın yəqin yaxşı tanıdığınız bu gürzədir. Adi gürzə kimi tanıyırsınız, onun elmi adı Levantin gürzəsidir. Baxın budur. Yəqin ki, bunu çoxunuz həyatınızda rastlaşmısınız. Bu ilan növü ilə elə faunamızda olan ən böyük zəhərli ilan növüdür bu. Ölçüsü 1.20-dən 1.60-a qədər, hətta 2 metrə qədər son vaxtlarda belə ölçülərdə olanlara da rast gəlirik. Zəhərli ilan növüdür və demək olar ki, zəhəri də öldürücü təsirə malikdir. Vaxtında yardım göstərilməsi ilan sancan adama. Demək ki, ikincisi isə, məsələn, əksər yerdə əgər bir ilan növünə rast gəlinirsə, məhz Şamaxı ərazisində siz bu barədən daha zənginsiniz, necə deyərlər, 2 zəhərli ilan növü var. Biri də bukletdə payladığımız bukletlərdə şəkli var, şərq çöl gürzəsidir. Onu biraz yüksəkliklərdə, məsələn, yaylaqlarda rast gələ bilərsiniz. O, demək olar ki, onun yarısı boydadır. Ölçü baxımından kiçikdir, amma o da zəhərli ilan növüdür. Amma bir məsələ var ki, o biraz nadir növdür, az rast gəlinəndir və Azərbaycan Qırmızı kitabına daxil edilib hal-hazırda. Naxışı isə, məsələn, bu torpaqda çox aydın seçə bilmirsiniz, çox gözəl kamuflaj olubdur. Amma şərq çöl gürzəsi kiçikdir və üzərində ziqzaq formasında kəskin belə aydın şəkildə görünən naxışlar. Biz burada söhbət eləyəndə, bəli, dünənki görüşdə də söhbət eləyəndə dedilər ki, əsas ot biçənəklərdə biz onlara daha çox rast gəlirik. İndi mən sizə söhbət əsasında məlum olur ki, bəli, gördüyünüz ilanlara diqqətlə baxırsınız, naxışlarına. Bir də mən sizə rast gəldiyiniz ilan görə bilərsiniz. Bu sarı rəngdə olan əqrəbdir, yenə var bukletdə onun şəkli. Məsələn, ilan sancması necə olur? Əgər ilan sancmasında siz sadəcə iynənin batıb çıxdığını hiss edirsinizsə, yerli ağrı çox hiss eləmirsiniz. Amma əqrəb sancmasında yerli ağrı da müşahidə olunur. Yerli ağrı baş verir və həmin nahiyədə müəyyən müddətdən sonra şişmə olacaqdır, qızartı, şişkinlik. Amma bu öldürücü təsirə malik deyil. Niyə? Çünki onun miqdarı az olur. Yəni, əslində onun da öldürücü təsiri var, amma miqdar az olduğuna görə əqrəb sancmasından ölüm halları çox nadir hallarda baş verə bilər. Ən təhlükəli bu, daha yaşlı, hamilə qadınlar üçün daha təhlükəlidir. Amma bir neçə gündən sonra onun, belə deyək də, simptomlar, əlamətlər itəcəkdir. Amma yenə də həkimə müraciət etməyiniz məsləhətdir. Bəlkə əlavə sizin xüsusi bir, belə deyim də, sizə xüsusi bir müalicə tətbiq eləyə bilər. Çünki allergiyası olan adamlar üçün arının sancmasıdır, əqrəbin sancması xüsusi fəsad törədə bilir. Əqrəblə ümumiyyətlə harda rastlaşa bilirsiniz? Dediyim kimi, yaz aylarında daşların altında rastlaşa bilərsiniz. Amma onlar da gizli həyat tərzi keçirir. Qaranlıqda, alatoranlıqda yemlənməyə çıxırlar. Çıxdıqları yerdə də hava işıqlananda harda olsa gizlənə bilirlər. Həyət evlərində adətən hamı ayaqqabını bayırda qapının kənarında soyunur da. Ona görə səhərlər ayaqqabını geyinəndə ən yaxşısı ayaqqabını silkələməkdir.
Ayaqqabından silkələnmək, ümumiyyətlə ayaqqabının içində əqrəbdən başqa da başqa heyvanlar kimi halları olur, rastlaşmışıq bu hallarla. Ona görə hər ehtimal ayaqqabını silkələyib geyinmək lazımdır. Və burada rast gələ biləcəyiniz bir də arılardır, zəhərli arılar, hansılardır? Mən sizə 3 arı haqqında deyəcəm. Bu bal arısıdır, kağız arısıdır və it arısı kimi tanınan arıdır. Siz bunların sancmasının fərqlərini deyəcəm. Bir də bunların davranışlarından biraz sizə deyəcəm ki, məlumatlı olasınız. Bu kağız arıları adətən evlərin küncündə, eyvanlarda görürsünüz belə kiçik pətəklər qururlar. Bunlar adətən ağacın gövdəsini qaşıyırlar, tüpürcəklə qarışdırır, elə kağıza oxşuyur, pətək qurur. Əgər gördünüzsə artıq evin küncündə hardasa bu arı yuva qurmağa başlayır. Elə onu qurmamış artıq ləğv eləsəniz yaxşıdır. Niyə? Artıq yuvadan sonra bəli. Qurandan sonra bəli, onları oradan ləğv eləmək daha çətindir, çünki artıq orada çoxdular. Ən yaxşısı əvvəlcədən onu ləğv eləməkdir. Bunların ikisinin bal arısı ilə onun xüsusiyyətini Biz də öz Müəllimə də arısıdır, arıyla bağlı minnətdarlığımızı bildiririk ki, elə gəldiniz, geniş məlumat verdiniz və heyvanlara. Məlumatı davam edəcək belə. Bəli, yəni bəlkə yekunda ona görə. Yəni öz minnətdarlığımızı bilirik. Biz məktəbdə Tahir müəllim sizə dediyiniz məsələlə bağlı məlumatlar verəcək. Yırtıcı quşlar barədə. Azərbaycanın zəngin faunası, ən zəngin faunası quşlardır. 407 növləri. O barədə onların arasında yırtıcı quşlar var. İnsan üçün də bəzən həyatı təhlükə törədə bilirlər. Onlar haqqında Tahir müəllim məlumat versin, sonra da siz sizə kitab verin. Yaxşı, olur, sağ olun. Deməli, sualı belə qoysaq ki, quş insana hücum eləyər. Hamı bilir ki, quş insandan qaçır. Ancaq sualı başqa cür qoyaq. Hücum eləyirsə, niyə, nə vaxt, necə hücum eləyir və necə qorunmaq lazımdır və kimlər hücum eləyir, hansı quşlar. Biz Şamaxı yırtıcı quşların məskənlərindən biridir. Bunlar yırtıcı quşlar iki böyük qrupa ayrılır. Bunları mən dedikcə sizin gözünüzün qarşısına gələcək və o biliyiniz canlanacaq, bir daha canlanacaq. Yırtıcılar iki böyük qrupa ayrılır. Gecə yırtıcılarıdır, gündüz yırtıcıları. Yırtıcı quşlar. Gecə yırtıcıları bayquşlardır. Bunların insanla rastlaşmaq ehtimalı yoxdur. Meşənin sıx yerində, bataqlıqda, yəni insanın az hallarda gedə biləcəyi ərazilər olduğuna görə özdə bunlar kimlərlə yemlənir? Sıçan, susur, bir də yarasalarla. Yəni gecə heyvanları ilə. Ona görə də insanların bunlarla rastlaşmaq ehtimalı yoxdur demək olar. Gündüzlər yoxdur. Bəli, bunlar gecə həyat sürür, gündüz istirahət edirlər. Bəs hansı quşlardır? Bu rayonlarda bu yırtıcı quşlara müxtəlif adlar verirlər. Quzğun, çalağan, nə bilim, ley, qırğı. Amma onu deyim ki, Azərbaycanda 39 növ yırtıcı quş var. Bu, yəni qızıl quş kimilər dəstəsi deyirlər. Qızıl quşda. Elmi dildə bunları sistemləşdirəndə qızıl quş kimilər deyirlər. Bunlar da həyat tərzinə görə bir neçə yerə ayrılırlar. Məsələn, Şamaxının ərazisində kərkəzlər var. Yəqin eşitmişsiniz. Çox böyük quşlardır. 3 metr qanadı. Göydə görərsən nöqtə kimi fırlanırlar ya dəsti ilə. Magistral yolda, ot dağda, hardasa ölmüş heyvan leşi axtarırlar. Bunlar təbiətin sanitarı deyilir. Bunlar ov eləmirlər. Nə də insana hücum eləmirlər. Hətta öz yuvasını da qorumur. Qarğa gəlir, onun qovur yuvasını yeyir. Baxmayaraq ki, hündüşka boyda quşdur. Yəni kərkəzlər baxmayaraq ki, yırtıcı quşdur dəstəsinə aiddir. Amma bunlar ov eləmir. Ölməsə, durur gözləyir, can ağzından çıxandan sonra yer. 4 növdür. Yəqin görərsiniz. Bu heyvan ölüb, müxtəlif səbəb. Çay gətirib, maşın vurub, canavar parçalayıb, otdaqda zəiflikdən ölüb, qapıdan üstünə çıxırsın, 40-50 dənə kərkəz. Bax, bunlar insana heç vaxt hücum, əksinə. O leşi yeməklə Şamaxının ərazisində xarakterik olan quşlardan danışıram.
Azərbaycanda 407 növ quş var. Onların Şamaxıya dəxli, sizin rastlaşdığınız. Bunlar o 500-400 kilogram at, inəkleş olsun. Yığışırlar onu, bir saat ətin dedirlər. 4 növdür. Başı eybəcər olur, qara kərkəz deyirlər. Hündüşka boyda olur. Ağbaş kərkəzdə boynu uzun olur. Burada varatnik olur. O daxil orqanları başını salır. Saqqallı kərkəzdə biraz dağlarda, qayalıqlarda olur. Bu sümüyüz, bir də sümüyün iliyin yer. O ağ leşyən, ağ kərkəz var, balacasıdır, ağ olur. Göydüsən aşağıdan baxanda biraz sarımtı ağdır. Amma bu da sümükdə qalmış qığırdağı, ət parçalarını yer. Yəni, kərçı hərfi yox, kərkəz. Adama da çərkəz adında da adam var. Amma kərkəzlər, bax bu 4 növdür. Leşyənlərdir. Təbiətin sanitarıdır. Amma kim insan üçün qorxulur? Bunların yuva sahəsində daxil olanda, yuva sahəsində, Allah Teala bunlara elə bir reaksiya, instinkt verib ki, o öz yuvasın, evin, yumurtasın, balasını qorusun. Ayrı var, sən o ərazi, bax, başqa sahədə, o səndən qaçacaq, insandan qaçan heyvanlar, belə quşlardır bunlar hamısı. Bax, bu müddət, özdə görün, neçə müddətdə bunlarla rastlaşmaq olar. Mart ayından yuva qururlar. 3 ay kürt yatır, bu yırtıcı quşlar. Kimlərdir? Adlarını deyim. Bərqut, İmperator qartalı, leylər, qırğılar, çalağanlar, sonra məsələn, üçəlgidir, qaragözdür, kərsilgəkdir, muymuldur, bunlar belə balacalarıdır. Yəni, ayrı vaxt bunlarla səndən qaçacaq, ancaq bu müddətdə onların ərazisinə girəndə, bax, öz yuvasını, balasını, yumurtasını qorumalıdır. Bu müddətdə biz də bilmirik. O da bilmir axı biz bura gəzməyə gəlmişik. Onun vəzifəsi qorumaqdır ki, əgər qorumazsa, onun nəsli, kökü kəsilər. Yoxsa elə hər gələn qarğanın yumurtasını yedi, o birisi balasını yedi, yuvasını tulladı, qaçdı, balasını, bunun kök kəsilər. Yəni Allah Teala bunlara verir. Yəni nə vaxt bəx qoyduğumuz suala cavab verir. Nə vaxt? Yəni yuvalamadır. 3 ay kürt yatır, 3 ay balasını yuvada yemləyir. Martdan avqusta qədər bunlarla rastlaşsarsa 15 gün, 14 gün kürt bir ildə, bir sezonda 4 dəfə bala verir. Çünki itkisi çoxdur. Onun yiyəni çoxdur, ona görə intensiv bala. Amma bunlar bir dənə, 2 dənə bala verir. Axıracan saxlayırlar. Bax, bu müddətdə insan onlara rast gələ bilər. İndi burada onlar necə hücum eləyir? Bax, bu barədə, məsələn, ayının hücum, canavarın hücum eləmək üsulu var da. Bunlar şığıyan quşlardır, şığmaqla. Bax, məsələn, Şahin maşından surətlidir. Onların surəti saatda 326 kilometr, hətta ondan da artığa çatır. Ən balacası kəlgidir, muymuldur, bu dirəklərdə zaten görürsünüz, yuva qururlar. 80 kilometr saatda şişləyirlər. Yəni qanatları şeyli daş kimi yuxarıdan aşağı. İstəyir canavar olsun, istəyir maralı olsun, istəyir adam. Ən zəif yer baş hissədir. Bunlar baş hissəyə hücum eləyir. Özdə yuxarıdan aşağı. Biz görmürük, bilmirik. Caynaqları, bunların silahı, ov silahı. Məsələn, o biri məməlilərdə diş olan kimi caynaq. Bunlarda da caynaqdır, bir də dimdikdir. Onu deyim ki, Şahin göydə özündən böyük durnanın caynağı ilə başını qopardır. Ovun göydə yaralayır, salır yerə, yerdə parçalayır. O, ördəyin başını göydə kəsə bilər caynağı ilə, 5 saat. Hə, bunu hücum eləyəndə insana, yuxarıdan hücum eləyir şığmaqla. Ne eləmək lazımdır? O sual qoyulur, hücum zamanı necə? Yenə də qaçmaq olmaz. Qaçdın, arxadan yıxacaq səni yerə, bax, zəif yer damardır. Buradan damarı qopardır. İndi bunlara niyə yırtıcı deyirlər? Yırtıcı. Şarın, ovun, diri-diri parçalayıb yeyir.
Hatta görmüş olarsınız, güvercindir, yani bir kurgurdu, meşe güvercinidir, nedir? Ha bu yazık orada kışkırır, ayağını koyup kanadına şahin, bu balaca kızılmış kimler değil, kızılmışlar deyirler. Koyup, en kışkırır, döş sesini yer kalan şey. Qalır. İndi bunlarda yani kaçmak olmaz qabağından. Bizdə videolar var. O hücum səhnəsində çəkilib də heyvana da, adama da. Məsələn, görürsən ki, Allahın ağılsız dovşanı bunlar hücum eləyəndə belə qaçırlar. Yəni bu şırıyı tuta bilməsin bunu. İndi insan da zigzagdan qaça bilər. Eş yaxşılığı qaç. Bax, pencəyin var, papağın var, yanında bir şeyin var. Onu belə caynağının qabağına vermək lazımdır. Caynağına. Caynaqla gəlir baş hissənə. Yəni onu zərərsizləşdirirsən. Bir dəfə hücum eləyir. Şığıdı, tutdu. Belə bir şey var ya, atalar. Tuttu, tuta bilmədi. O sən onu zərərsizləşdir. Çünki oraya ikinci dəfə, 5 dəfə hücum eləsə, heç birində tutur onu. Enerji itimir da. Özünə soruşdurmur ki, bir də qalsın təzdən gəlir. Yəni bu yolla çox adamdırsa, bir yerə yığışmaq, hayküy salmaq, əl, qol, daş atmaq, nəsə əlində bir şey var. Yəni o şığıyanda onu çaşdırırsan. Onun fikri şığıyıb, şikarını tutmaqdır. Onu çaşdırdın, o bu yolla səs-küy salmaq, dıngıldatmaq, nə bilim nə. Bundan başqa bir vasitə də var. Deməli, sprey deyirlər, dezodorant da. Bu dağlarda uzun müddət işləyənlərdə, 5 ay, 6 ay dağlarda olur, dağ meşələrdə, alpinistlər, arxeologlar, paleontologlar hökumət tərəfindən istehsal olunur, satışda da var, bahalı deyil. Aid olsun, canavar da, yırtıcı quşlar. O, məsələn, sarımsaqdan, çiyələkdən, banandan hazırlanır. O iyili olur. O hücum eləyən heyvan istəyir ay olsun, istəyir yırtıcı quş göylər. O spreyi belə buraxanda 10 metrə qədər. O onlara pis təsir eləyir. Yəni görürsünüz, insan da hücuma qarşı vəhşi heyvandan qorunmaq üçün vasitələr. Baxın, tikinti işçiləri var. Görürsünüz, tikinti, çöl dişləyirlər, bunların başına kaska qoyurlar. Özdə xüsusi rəhli bronjilet geyirlər. Bu, həmin o yırtıcı heyvanların müəyyən rəhlərdən baş hissəsin təkcə daş düşməyəcək. Bu, istəyir yırtıcı məməlinin, istəyirsə quşun. Bunlar həm rəhdən çəkinirlər, həm də kaska müəyyən müddət qoruyur. Təkcə əskərə vermirlər ki, güllədən qorusun. Yəni, belə hadisə. İndi keçək, bu insana verə biləcək, insanın təsərrüfatına da ziyan verir. Məsələn, rayonun xüsusiyyətindən asılı olaraq biz deyirik, hamı toyuq cücə saxlayır, hündüşkasını buraxır, çəmənli yoxdur, qaz ördək də çəməndə. Amma bir də var, onu valiyerdə saxlayır, setkada, hində saxlayır. Müxtəlif vasitələr, adam var 30 dənə, 50 dənə saxlayır. Adam var 3 dənə, 4 dənə. İndi bunları bu yırtıcılardan necə? Kimlər? Toyuq cücənin düşmənidir. Bax, çalağan. Şamaxının ərazisində 2 cür. Qırmızı çalağan, qara çalağan. Sonra qırğı. Böyük qırğı, kiçik qırğı. Bizdə əsas qırğı. Bir də leydir. Leylər də hücum eləyir quşlara. İndi gəlin görək, bunların adı xalq qoyur. Cəld adama nə deyirlər? Deyir, qırğı kimi. Ley kimidir. Və yaxud çalağan, çaldı, çaxta apardı. Bax, bu xüsusiyyətlərinə görə o insanın təsərrüfat hissəsində. Bax, bu davranışlarına görə insanlar bunlara ad qoyur. Bax, oturacaq həyətində səndən 20 metr aralıdadır. Ağaçlardır, görmürsən. Balıqçılıq təsərrüfatına da ziyan vururlar. Balıq biraz suyun üzünə gəldi, küp götürdü, getdi. Hələm, çalağın necə ziyan vurur, yandırır meşəni. İndi o yandımağı da deyəcəm. O nə cür? Dində də var, İslam dinində. O oturur orada görmürsən. Onu da gördü, qışqırışma düşdü. Toyuq cücə qarışdı, apardı. Çalağan apardı, ley apardı, qırdı. Bax bunlar Bərqutdur, imperator qartal, bunlar da hücum edirlər. İnsan məsələn.
Minnətdarlığımızı bildiririk də yenə. Bir daha Mən təşəkkür özümün edirik. şəxsi kitabımdır. Bəli. Bir halda ki, yırtıcı quşlardan danışdı. Məktəbə deyirsiniz. Bu məktəbə hansı rayona gedirik, məktəbə təqdim edirik. Azərbaycanın yırtıcı quşları, həm bayquşlardır, həm qızıl quşlar. İndi mən bunu məktəbin müəllimi təqdim edeyim. Xəyyam müəllimə təqdim edirəm ki, Bəli, sağ ol. məktəbin kitabxanasına təqdim edəcək və Naxçıvan Şamaxı ərazisində yayılan quşlar barədə şagirdlərimiz, məktəblərimiz ətraflı məlumat ala bilsinlər. Sağ olun müəllim. Əl çəkilir, Sağ olun. görüşürük. Sağ olun. Hamınıza təşəkkür edirik. Səbriniz gəlib çatdı. Qulağınız bizə axıracan. Mənə də gəlir eşitdikləriniz nə qədər sizə faydalı oldu sizin üçün. Uşaqlar üçün, məktəb üçün Hə, götürürəm. bunu götürün mən. Çox sağ olun. Sağ olun. Gələnlərdə deyirəm, Şamaxıda hardasa bir 12 dənə, 13 dənə bunun yuvasının özdə insan məskəninin yanında. İslam dinində bir neçə, ümumiyyətlə heyvanın öldürülməsi qadağan olunur. Amma bəzi heyvanlar var ki, ümumiyyətlə Allah Taala hər bir canlını təvəkkül müəllim dedi, soxulcandan tutmuş, hətta insan bədənində olan asqarit qurdundan tutmuş. Ən yırtıcı heyvana qədər təsadüfi yaratılır. Hamısı insan üçün iqtisadi əhəmiyyət kəsb edir. İnsan onu dərindən öyrənəndə onu xeyrin görür, xeyrin götürür. İndi o gərək Lenin bir sözü var, deyir düşmənimə qalib gəlmək üçün onu dərindən öyrənməlisən. İndi burada da bu elm, bunların bütün davranışı, xüsusiyyətlərin, həyat tərzini öyrənəndə müəyyən, məsələn, sizə indi oturmuşuq da söhbət edir. Bu kran var, kran, ev tikən kran var. Bu Alman sözüdür. Bu varlar var, durnalar. Bir əv üstə durur, var, durna. Həmin o quşun quruluşuna uyğun o kranı düzəldiblər. Alman dil, elmi dildə bunlara kran deyirlər. Həmin o kran sözü, bax bu, həmin o quşun təyyarə genə elə, maşınla həmin sistemdə qurulub burada. İndi